Müasir psixologiyanın axsadığı, yanlış anladığı, yanlış davrandığı yerlərdən biri nədir? Müasir psixologiyanın bəzi hallarda məzlumu zalıma çevirmə tendensiyasıdır. Tutalım bir yerdə zülm var, zalim var və məzlum var. Psixologiya nə etməli idi? O zülmün kökünü araşdırmalı idi. Bir insan niyə zalim olur? Bu hansı travmalardan yarana bilər? Hansı çatışmazlıqlar, hansı natamamlıq hissi və s. ki, bunlara da yanaşır əslində. Amma bununla yanaşı başqa bir şey də elədi. Gəldi məzlumu zalıma çevirdi. Təbliğ etdi bunu ki, sən əgər məzlumusansa, məzlum olmayacaqsan. Məsələn, ictimai münasibətlərdə, xüsusən ailə münasibətlərində xanımları aşılandı ki, onlara belə bir təbliğ olundu ki, əgər siz bir ailə münasibətində məzlumsuzsa, zülmə məruz qalırsınızsa, buna imkan verməyin və özünüz də zalim olun. O bunu edir, siz də bunu edin. O bu pisliyi edir, siz də bunu edin. Ta çox iyrənc yerlərə qədər gətirib çıxartdılar. Bu ailə mühitlərini çox eybəcərləşdirdi. Nə baş verdi? Ailələr sürətlə dağılmağa başladı. Bu yol deyil idi, bu yolsuzluq idi. Halbuki irfan yolu nə deyirdi? Deyirdi ki, 1000 dəfə məzlum olmağın belə bir dəfə zalim olmağına bəraət vermir. Verməməlidir də. Bu irfan yolu idi, bu qədim yolu idi. Bu o demək deyil ki, sən məzlum olmalısan. Bəli, məzlum olmaq doğru deyil, məzlum olmayacaqsan. Amma bunun yolu illah ki, zalim olmaqdan keçmir. Yanlış olan budur. Yəni, məzlum vəziyyətdən çıxmaq üçün çıxış yolu kimi zalimlığı, zülmü təqdim etmək yanlış idi. Zaten çətin olan budur. Necə eləyirsən ki, sən məzlum da olmursan, amma zalim də olmursan, zalıma da çevrilmirsən. Yəni, sən məzlum olmamaq üçün zülm edəcəksənsə, özün də zalıma çevriləcəksənsə, bəs sənin zalimdən fərqi nə oldu? Mən həmişə deyirəm ki, zibili zibillə təmizləməzlər. Bu, bir növ zibili zibillə təmizləmək idi. Xanımları propaganda elədilər, pompaladılar, qızışdırdılar, egolarını falan. Yox, sən imkan verməyəcəksən, o belə elədi, sən də eləyəcəksən, o birini dedi, sən beşini deyəcəksən. Bu, məzlumun zalimlığı yox, məzlumun daha betər zalimlığı idi. Bu, çox dəhşətli bir tendensiyadır və ailələr dağıldı, ictimai münasibətlər bir-birinə dəydi, yox. 1000 dəfə məzlum olmağın belə bir dəfə zalim olmağına bəraət vermir. Bəs onda nə etməli? Mən məzlum qalacağam, yox, məzlum da qalmayacaqsan. Amma zalim də olmayacaqsın. Zaten mədəniyyət budur. Zaten səmavi təlimlər, bütün mədəni proseslər hamısı gəlib insana alternativ, daha doğru, daha adekvat yolları öyrətsin. Bu instinktdir. Bizə instinkt deyir ki, bir sualın bir cavabı var. İnstinkt bizə deyir ki, bir stimulun bir reaksiyası var. Amma mədəniyyət bizə gəlir, fərqli alternativləri göstərir. Səni vurdu, sən də vur. Bu təbliğat. Gördün vurdular, vur. Bu instinktdir. Bu qeyri-adi bir şey deyil, bu vəhşilikdir. Bütün canlılarda var instinktdir. Vurdun, vuruldun, vuracaqsan. Səni gördün, vurdular, vuracaqsan. Amma mədəniyyət bizə gəlir nə deyirdir ki, fərqli alternativlər də var. Yox. Zibili zibillə təmizləməzlər, ay əzizim. Hər şeyin bir yolu var. Bu yol deyil, bu yolsuzluqdur. Daha dərin yol var, daha qədim yol var. Sən məzlumu zalimlaşdırmayacaqsan. Bu yolsuzluqdur. Sən lokal olaraq haqlı ola bilərsən, müvəqqəti olaraq bu prosesin həllinə müəyyən kömək eləyə bilər. Amma məsələyə daha maştablı baxanda, strateji baxış, daha maştablı, daha böyük baxanda sən dağıdırsan, sən ümumilikdə ailə institutunu dağıdırsan, oranı bir yarış yerinə çevirərək, yarış meydanına çevirərək sən ailə institutunu dağıdırsan, sonra daş üstündə qalmayacaq. Məsələ budur.